Hamınıza salam dostlar. Minecraft'ın ikinci bölümünə xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə yenə Minecraft oynayacağıq. Karakterimi dəyişdim çünki Optimus Prime'da zırh falan giyinəndə pis görsənirdi. Mən də Itadori use elədim. Yəni keçək oyunumuza. İndi buydu bizim dünya. Neyse, oyun açılanda görüşərik. Bəli dostlar, oyunumuz açıldı. Biz ən axırıncı köydən gəlmişdik, amma o tərəfdən gəldik. Yəni biz gəldik, indi bu tərəfdən doğru dümdüz davam etməliyik. Gedək. Hə, bəli dostlar, sizə bir xəbər verəcəm. İndi mən yeni bir seriyaya başlamışam, Çılğın Sinif deyə. Amma orada videoda mən deyirəm ki, geri zəkalı sinif. Amma mən bunun şəkil düzəltdirəndə çeşibdən düzəltdirəm. Hə, şeydir. Dedi ki, burada nə bilim zorbalıq içərir. Yəni insanları aşağılayır, nə bilim zəif düşürmə zat olduğu üçün, yəni biz bunu çəkənməliyik. Mən deyirəm, heç olmasa Çılğın Sinif olsun. Yəni bundan sonra o seriyanın adı Çılğın Sinifdir, xəbəriniz olsun. Gelib siz də o videonu kanaldan izləyə bilərsiniz və abunə olub like da ata bilərsiniz. Amma sizə halal olsun. Attığım ilk Minecraft videosunu 203 izləndirməyə ulaşdırdınız. Sizə çox təşəkkür edirəm. Biz də zırh tapmışdıq ən axırıncı ki. Məndə zırh var. Hə, dəri. Büyüsü nə yi? Hə, yaxşı. Heç get. Unutmuşam oyunu. Çünki 3 dənə, 4 dənə daha yeni dünya açmışam. Yəni bu dünyaya girməmişəm də. Ancaq videolarda girirəm. Ona görə adını yeni dünya qoymuşam ki, neydi adı? Videolardan qarışmasın. Gedək. Yəni o dediyim şeydir. İlk Çılğın Sinif 1-ci bölüm çox gözəl olub. Yəni şeydir. Hətta sizə bir spoiler verim. Sabah yeni bir karakter gəlir. Zəhər. Qorxdum. Siz də qorxmazsınız. Fikirləşin, yanımızda bir şey var. Neydi adı? Gedirsiniz, birdən arkanızdan kimsə eləyir. Qorxmazsınız. Mən altıma eləyəm. Hə, neysə, videomuza davam edək. Bu arada mən Happy Moddan indirmişəm. Bilmirəm siz bunu görürsünüzmü? Orada Happy Mod işarəsi var, hər neysə. Hə, siz də Happy Moddan indirin. Sizdə həm də göstərərəm ki, video sonunda ya da shorts olaraq ki, şeydir. Da yəni mən buradan neydi adı yükləmişəm. Yəni Happy Modda mənim indirdiyim sürümü, yəni indirdiyim APK paketini indir. Aha. Harbi paketini indirsene, indirseniz her şeye ücretsiz erişiminiz var. Mesela kodsuz ha. Mesela ben indi Itadori Yuji'ni, yani karakteri ya da burada göstereyim. Bu karakteri, gördüğünüz bu karakteri pulsuz almışam. Ama bu normalde bunun seti 310 coin'di. Ama ben ne inirsiz izah edeyim. Girirsiniz neydi adı? Girirsiniz o sete. Sette orada satın al yeri var ya da incele yeri var. Oradan o hissəyə dəymirsiniz. Hətta birazdan da göstərərəm başqa bir setdə. Oradan aşağı düşürsünüz. Və orada bütün setin içində daxil olan bütün karakterlər var. O karakterlərdən birini seçirsiniz, altında kullan var. Kullana basırsınız, işlədirsiniz. Mənim ən sevdiyim anime karakteri Itadori Yuji olduğu üçün və mənim də ən sevdiyim anime Jujutsu Kaisen olduğu üçün mən təbii ki də buna saldırmışam. Amma fikirləşirəm Toji qoyum, çünki Toji də çox qəşəng görsənir. Toji Zenin də. Ayda bu yine. Ne kadar olur video? 4 dəqiqə hələ, neysə. Gedək. Yeni bir köy falan. Mən bir sən inəcəm. Suda gezəcəm. Suda gedək.
Hayda. Yer yoktu. Bak dünya olmur yaydılar. İlk başta kara parçasıdır bu. Yoksa bir dənə budur. Bir dənə buymuş. Bu üzerine bakın görünmeyi kalkıyor. Bir defa bir tane seed tapmıştım. Gece olur ya ayda. Aha yeni dünya. Yeni yer taptım. Bu Yunus nağarmağa çağır. Love do. Oydu güneşi love gördüm ya orada. Oyda. Həqiqi deyirəm. Deyirəm o suyun içində lava nə işi var lavanın? Demə təkcə buradır. Səninlə. Dostlar bir problem oldu. Şeydi. Bir dakika mikrofonum açıktı. Ha. Dostlar bir problemim oldu. Yani bilmem nasıl şeydi. Baktım videon kaydeləmir də. Mən də neynim da şeydi. Təzədən kaydı açdım indi. Birləşdirəcəm videonu. Birləşdirərəm yəqin ki. Yəqin ki də video hazırlam. Birləşdirəcəm də. Hər neysə biz yenə ad axtarmağa davam edəcəyik. Daha doğrusu yeni dünya. Sen benden yiyeceksin. Sesine böyle bir stop. G'day. Burada ne var? Nefret edeceğim ama yavaş yavaş. Burası yeni yerdi. Suyun üstünde şeyler var. İzbel o bu ne diyor? Burada simetrik şey var ya bak burada. Simetrik değil. Tapdıq deyəsən. Səhər deyil. Keşke hilələri açardıq. Həqiqi deyirəm yeni dünya. Zor. Evet dəmir var burada. Burada belə yerlərdə dəmir bol var. Hələ bir dəfə belə yerin dağlısına getmişdim. Onda şey olmuşdu. Zümrüt çıkmışdı hələ. Kömürüm azdı, kömür qıracağım biraz. Trafik kırdık. Neyse ben bu yeni geldiğimiz yeri keşfetmeye sarsın. Ay dedim mi karlı arazide. Biraz da bu tarafına bakın görün demir var. Demir lazımdı. Yes.
Bəzən bakırları da şey sanıram dəmir. Hələ bəzən də çaşıb qazdığım da oldu. Neyse biz bu tərəfləri araşdıraq. Görək bu dünyada nələr var. Gözüm sulanır. Neçə dəqiqə oldu belə? 10 dəqiqə. Açıqlıq gördüm elə mən orada, bu tərəfdə. Bu nədir oğlum? Oy, burada %100 dəmir olur. Ay qaqa, bu nədir? Qaqa, %100 dəmir. Aa, məsələ nə yoyum? Belə yerdə dəmir olmaz. Neyse biz biraz köy axtarmağa çalışaq. Bu tərəfdən gəlir, o tərəf sudur. Bəli dostlar, bugünlük videomuz bu qədər idi. Bugün sizlərlə birlikdə köy axtarmağa çalışdıq, amma təəssüf ki tapa bilmədik. Umarım sevdiyiniz bir video olmuştur. Video like atıp kanala abone olmayı unutmayın və dediyim o sketch videoyu da izləməyi unutmayın. Sağ olun, salamat qalın.